Salam əziz və dəyərli izləyicilər, əziz 9-cu siniflər. Bu gün 9-cu sinifləri dəstəkləmək istədiyim 5-ci ümumi sınağı izah edəcəm. Görək, burada suallar, vəziyyət nə yerdədir? Çalışacağıq təbii ki, 9-cu siniflərin imtahanına kimi bir çox sualların, bir çox sınaqların izahına. Yenə təbii ki, sırf qrammatika suallarında izah olacaq, amma məncə belə daha effektivdir ki, həm kiçik mətnlərə baxırıq, həm readingə baxırıq. Listeningə açıq deyim, yenə baxa bilərik, amma necə deyim, mən bunun sizə yazı variantında izah edə bilərəm. O da readinglə demək olar ki, eyni şeydir. Yəni bu listeningin, dinləmənin strukturlarından artıq kənara çıxmış oluruq. Ona görə və bütün cavabları listeninglə bərabər mən açıqlama qismində qeyd edəcəm. Oradan rahat şəkildə baxa bilərsiniz. Və indi gəlin keçək izaha. Sunny Beach Resort 20% off for all bookings made this weekend only. Don't miss this change to enjoy your dream vacation. Deyir, Cəhri çimərlik mərkəzi bu həftə sonu edilən bütün rezervasiyalara 20% indirim. Xəyallarınızdakı istirahət zövqünü deyir, şansını qaçırtmayan. Deməli, the resort offers a discount every weekend. Deyir, bütün həftə sonu indirim təklif edir. Xeyr. Bax, yoldaşlar, yavaş-yavaş. Bütün həftə sonu mu? Yox, sadəcə bu həftə sonu. Ona görə A variantı gedəcək. Only one person visiting this weekend can get discount. Deyir, yalnız bu həftə sonu bir nəfər indirim ala bilər. Burada bir nəfər demir ki, yəni ümumi hamını çağırır. Bir nəfər bu. Only one person, yox. All bookings made this weekend are discounted. Deyir, bu həftə sonu edilən rezervasiyalar endirimlidir. Bəli, C variantı düzdür. Baxıram D variantına. The resort will close after this weekend. Deyir, bu mərkəz bu həftə sonu bağlanacaq. Dəxli qətiyyən yoxdur, dəxli. Belə bir şey yazılmıyor. You can only visit the resort if you book this weekend. Deyir, yalnız bu həftə sonu rezervasiyadan gedə bilər. Yox, sadəcə bu həftə sonu eləyənlər endirim qazana bilərlər. Y variantı da getdi. Baxıram 6-ya. 6-da isə the city library free library cards for students until the end of the month. Come and join us for world of books and knowledge. Deyir, nə deyir burada? Deyir ki, şəhər kitabxanası ayın sonuna qədər tələbələr üçün pulsuz kitabxana kartları, kitab bilik dünyasına qoşulun. Deyir, tələbələr bu aydan sonra kitab kartları üçün ödəniş etməlidir. Bəli, çünki deyir, bu ay sonuna qədər pulsuzdur. A variantı düzdür. Baxaq B variantı. All library cards will be free. Teachers yox, students. Teachers are encouraged to visit library this month. Müəllimlər bu ay kitabxanaya dəxli yoxdur. The free library cards are only available to teachers. Pulsuz kitab yalnız müəllimlərə yox, yalnız tələbələrə verilir. The library will not accept students after this month. Kitabxana bu aydan qəbul etməyəcək, xeyr, pulla qəbul edəcək də. Yəni cavab olacaq A variantı, burada isə C variantı. Baxaq 7-ci suala. A baker's delight freshly baked bread is now available every morning. Come early to get your favorite loaf before it's gone. Deyir ki, burada 7-də. Deyir, təzə biçmiş şəhər sövqlər mövcuddur, hər səhər mövcuddur. Deyir, təzə biçmiş sevimli çörəyinizi alın, yoxsa deyir, bitəcək. Deyir, beyk yalnız həftədə bir dəfə pişirilir. Yox, hər səhər mövcud. Həftədə bir dəfə pişirilmiş. A variantı getdi. Customers must pre-order bread to buy it. Müştərilər çörək almaq üçün əvvəlcədən sifariş verməlidirlər. Xeyr, yəni sadəcə deyir, tez al, bitməsin. Bake bread at Baker Delight, bake fresh daily. Deyir ki, çörək hər gün təzə bişirilir. Aha. Hər gün təzə pişirilir. Olar. C variantı. Dinliyə baxaq. Bəlkə daha variantdır. The bakery sells bread only. Yox deyir, sadəcə səhər satır. Yox.
The bread will be sold at discount in the mornings. Deyir, səhərlər sürü endirim ediləcək, endirimlə də bağlı heç şey yoxdur. Baxaq bu mətnimizə. Bu mətnimiz görək nədən bəhs edir. Axırıncı mətn Malidə olan bir məsciddən bəhs edirdi. Xatırlayıramsa. İndi isə radiodan bəhs edir. The radio ilə bağlı mətn desən dimin toplusunda da var. The radio is one of the most influential inventions of the 20th century, revolutionizing communication and entertainment. Its development began in late 19th century with scientists like Henry Hertz, who demonstrated the extent of electromagnetic waves. Guglielmo Marconi is often credited as the inventor of the radio, as he successfully transmitted wireless signals over long distance. By the early 20th century, radio technology advanced rapidly, leading to the establishment of commercial broadcasting. In the 1920s, radio became a popular household medium, with people turning for new music and entertainment during World War. The Second World War, radio played a vital role in communication and propaganda. Today, while modern technologies like podcasts and streaming service have immigrant, radio remains an important medium for news and entertainment worldwide. Radio 20-ci əsrin ən təsirli ixtiralarından biridir və inqilabi şəkildə rabitəni dəyişmişdir. Onun inkişafı 19-cu əsrin sonlarında elektromagnet dalğalarının mövcudluğunu sübut edən alim Henry Hertz ilə başlamışdır. Marconi isə simsiz siqnalları uzaq məsafəyə ötürərək radionun ixtiraçısı kimi tanınır. 20-ci əsrin əvvəllərində radio texnologiyası sürətlə inkişaf etdi və kommersiya yayım başladı. 1920-ci illərdə radio populyar və ev əyləncə vasitəsinə seçilmiş. İkinci Dünya müharibəsi zamanı rabitə və propagandalara mühüm rol oynayırdı. Bu gün isə podkastlar və yayımlanan xidmətlər kimi müasir texnologiyalar yaransa da radio hələ də dünya üzrə əhəmiyyətli media vasitəsidir. Qəşəng mətndir. Keçək mətnin suallarına. 8-ci sualda bizdən doğru cavab istəyir. Deyir, Henry Hertz simsiz siqnalları Marconi idi. Ona görə buraya yazaq Marconi. Düzgünlüyündə yazaq. Getdi. Marconi deyir, elektromagnet dalğaların mövcudluğunu sonra bunu Henry eləmişdi. Deyir, radio deyir 1940-cı illərdə populyar ev əyləncəsi idi. Yox, məncə bu 1920-ci illərdə idi. Radio played crucial role in communication və deyir 2-ci Dünya müharibəsində çox önəmli rol oynamışdı. Düzdür. Podcasts were invented before radio broadcasting. Deyir ki, podkastlar radio yayımından əvvəl icad edilmişdir. Xeyr. Gedə səhvdir. Deyir, podkastlar və s. olsa da, deyir, radionun hələ də lazımlı bir şeydə. Deyir, mətn nə haqqındadır? The invention television, xeyr. The impact of podcast on radio, podkastların radioya təsiri yox, sonda bir-iki cümlə var idi, getdi. The evolution and improved radio, radionun inkişafı və əhəmiyyəti çox ideal cavabdır, bəli. The role of communication yox, o da bir cümlə idi, getdi. The rise of modern streaming service, müasir yayımların xidmətlərinin yox, burada radiodan danışır, radionun inkişafı və əhəmiyyətindən danışılırdı. Bu da belə. İndi gəl baxaq. Who is created inventor of the radio? The radionun ki, təbii ki, Marconi idi bu. Bu ümumi. Bu simsizlə və s. Marconi yaratmışdır. History highlights development sets. Bir düzdür ki, Henry elektromagnetik dalğalar və s.
Biri götürəcək. Include Marconi successful virus transmission. 11-ci sual 2 də düzdür. Limited is used in report during World War. Limited yox, daha da limitli istifadə olunmur. Led to this decline due to rise of the modern technologies like podcast. To this həftəcə olacaq 1-2, yəni C variantı. Baxaq, burada isə düzgün variantları istəyir. Their radio become social medium 1920, məncə bir düzdür. Podcast replied 20-ci radio 21-ci əsrdə bu günümüzdən söhbət gedir. Səhvdir. Henry H. played a role. Yox. Henry H.'nin 2-ci Dünya müharibəsində bir dəxli yoxdur. Marconi transmitted wireless signals to long distance. Bəli, 1 və 4 olacaq cavabımız. Yəni, variant yoxdur. Heç bir şey. Make up the sentences. Baxaq. Açığı deyirəm, mən hər zaman make up sentences suallarını sizə buraxıram. Aynı da baxaq. 13-cü sualda. 13-cü sualda yenə baxaq. The children bizim mübtəda ola bilər. Onu 3-ü verək qabağa. 3-lə başlayanda bir C variantı var. Baxaq. The children daha doğrusu yox. The children'dan 4 başlayır. Baxaq. The children returned from the forest at sunset. Ola bilər. 4, 2, 3, 1, 6, 5. Məncə doğrudur. Gəlin bir 4 ilə başlayaq. 400. The children from the forest. Yox, mübtəda xəbər plus tamamlıq gəlməlidir da. Xəbər gəlib harda? B variantında. Onun üçün B variantı daha ideal variantdır. There walls and windows and olduğuna görə bu uzlaşmaya dair bir sualdır. İz gedəcək, voz gedəcək. 1, 4 getdiyinə görə A, B, C, D, E də gedəcək. Cavabımız qalacaq C variantı. Deyir, positive voice çevir. Aha, will-la bilirik ki, tez bir işlənir. Bunu tez yadımıza saldıq. Z eventdə gedəcək qabağa. Ona görə has been, is being getdi, is getdi, was getdi. Cavab olacaq B variantı. Deyir, baxaq, made var, əla. He gedəcək obyektal olmalıdır, he gedəcək obyektal olmalıdır. To işlənməz made-lə getdi, ing işlənməz made-lə getdi, AB getdi. Cavab olacaq D variantı. Baxam, wildlife vəhşi həyatdır, bunu biz bilirik. Vəhşi təbiət. Onun üçün buna olacaq when particular animal of stop exciting. Təbiətdə yaşayan heyvanlar və quşlar və digər canlılar, animals, birds və s. axır. Biri onun üçün mən düşünürəm ki, B olacaq. 2. Migration, migrasiya deməkdir. Bu da when the birds animal travel regularly from one part of the another. Deyir, quşların və ya da heyvanların mütəmadi olaraq bir bölgədən digərinə köçürsən. Bu insanlar üçün də keçərlidir. C. 3 olacaq A. Bu isə deməkdir nəsli kəsilmə. Yəni müəyyən bir heyvan və bitkinin tamamilə yox olması. Yəni when the particular type of time or plant stop exciting. Onda B, C, A olacaq cavabımız. Yəni D variantı. Baxın, my sister. Baxaq, last month olduğuna görə çox sadə sualdır. Keçmiş zamanda verəcəyik. Yəni A variantı. Baxaq 19-cu suala. 19-cu sualda isə deyir ki, we are going to ifadəsi var. Hazırlaşmaq. Saturday'da 10 olduğuna görə 10-la işlənir. To 10'dur məncə cavab burada. Yəni C variantı. Deyir ki, biz hazırlaşırıq partiya bu gündə. I spent, baxaq, Afrika heç nə qoyulmayacaq. Niyə? Çünki Afrika qitəli materikdir və qitə və materik adlarına biz heç nə qoymuruq. Bütün variantları çıxsaq, A, B, D gedir, qalır D və C variantları arasında. İndi 20-ci suala I spent, deyir, mən xərcləyirəm, artıq müəyyən edir ki, nə üçün xərcləyir? Traveling for Africa, artıq bunu müəyyən elədiyinə görə cavab olacaq Y variantı. Əgər müəyyən olmasaydı, heç nə qoymazıq. Uncountable, ayda, nə gözəl bir sual. Bottle getdiyi sayılır. Car getdiyi sayılır. Person sayılır. Knife sayılır. Cavabımız olacaq Y variantı.
Bütün sayılanları seçdik. Çıxartdıq. Cavabı aldıq. Deyir ki, veri varsa, veri məndən nə istəyir? Adi dərəcə istəyir. Deyir, qardaş, adi dərəcə verir. Artiklı vermə. Nəyə görə? Çünki özündən sonra isimdə gəlməyib. Mostun z'si yoxdur, ümumilikdə səhvdir. B düzdür. Bu müqayisə aldı, getdi. Müqayisədir, getdi. Üstünlükdür, getdi. Cavabımız olacaq nə variantı? B variantı. Baxaq 23-cü suala. Yenə cümlə nədir? Testik. Testik olunur. To ilə doesn't işlənməz. Əgər bu testikdirsə, batılan veribsə, bu tərəf olmalıdır inkar. B də getdi. Baxaq, hələ cavablar çıxaq. So da getdi. Qalıq C ilə D-nin arasında. Neither does. Bu da biz bildik ki, so do I. Düstur bu şəkildədir. Yəni doesn't. My grandpa doesn't either. Burada cavab nədir? Bu sualda. Ayda bu sual çox üzr istəyirəm. Cümlə təsdiqdədir. Təsdiqdədir. Mən nəyisə burada itirdim. Doesn't-dan to işlənməz. But olanda gərək burada inkar olmalıdır. Çünki bura təsdiqdə axı getdi. Neither ilə either ikisi inkardır, getdi. Cavab olacaq Y variantı. Birdən çaşdım. Burada tonu çıxmışam deyə sonunda çıxdım deyə alın. Instead of a book. Baxaq. 24-cü sual. 24-cü sualda of var. Of nədir? Of preposition. Prepositiondan sonra nə gəlir? Gerund. Cavab olacaq reading. B. Deyir sinonimlər cərgəsini seçin. Quickly, fast olar. Çünki bu sürətli deməkdir. Bir də happy, joyful olar. Strong, weak, bir də baxaq. Weak demək uşaqlar, weak zəifdir. Bu güclüdür. Başlamaq, bitirmək, uzun, qısa. Getdi. 1-4. İndi gəlin burada da sizə şablonla sizi tanış edeyim. Videonu da elə burada bitirək. Baxaq yoldaşlar. Deməli yoldaşlar, bu bizim artıq cavab bu şəkildə olsa, Lyman, Emily and their kids, Sophia and Jake picked a picnic basket and went to the park. They enjoyed their meal on a cozy blanket, sharing laughs and stories. Sophia and Jake then ran around playing joyfully, making it an unforgettable day. Yəni bu qədər sadə şəkildə siz də mətnlərinizi yaza bilərsiniz. İzlədiyiniz üçün hər kəsə təşəkkür edirəm. Artıq bu seriyanın, yəni bu tip sınaqların sonuncusuydu. Sağ olun, salamat qalın.